Salam, hər vaxtınız xeyir olsun. Bugün avqust ayının 3-ü, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton və Tehran bugün danışıqlar aparacaq. Bu barədə Amerika lideri Vaşinqtona yollanarkən öz təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlama verib. Trump'ın sözlərinə görə danışıqlar günün ikinci yarısında başlayacaq. O, diyaloqun gələcək eskalasiyasının qarşısını almağa imkan verəcəyinə ümid etdiyini bildirib. Biz onlarla danışıqlar formatında diyaloq aparacaq. Onlar sabah günorta başlayacaq. Mən bunun belə olmasını istərdim. Bu bir çox insanın həyatını xilas edəcək və gələcək gərginliyin qarşısını almağa imkan verəcək deyə Trump bildirib. O həmçinin iddia edib ki, Vaşinqton və Tehran Hörmüz boğazında gəmiçilik məsələlərinə dair artıq razılıq əldə edib. Onun sözlərinə görə növbəti mərhələ İranın nüvə proqramı və İslam Respublikasının nüvəsizləşdirmə üzrə sazişin imzalanması olmalıdır. Hörmüz boğazı üzrə razılaşma var. Daha sonra isə nüvə proqramı və ya mənim adlandırdığım kimi İranın nüvəsizləşdirilməsi üzrə razılaşma olacaq deyə Amerika prezidenti fikrini belə yekunlaşdırıb. Amerikalı senator Mark Kelly bildirib ki, ABŞ prezidenti Donald Trump administrasiyası İranla münaqişədə qeyri-ardıcıl yanaşma nümayiş etdirir. Bu da ölkədə döyüş sursatı qıtlığına və eləcə də qiymətlərin artmasına səbəb olur. SBC istinadən xəbər verilir ki, senator Vaşinqtonun addımlarının münaqişənin gərginləşməsinə rəvac verdiyini qeyd edib. Kelly'nin sözlərinə görə Trump ABŞ-nin münaqişəyə strateji məqsəd, plan və dəqiq müddət olmadan cəlb edilib. O həmçinin müharibə naziri Pete Hegseth'i tənqid edərək bildirib ki, nazir kütləvi zərbələrə üstünlük verib. Bu da yekunda döyüş sursatı qıtlığına gətirib çıxarıb. Senator əlavə edib ki, münaqişə nəticəsində 18 Amerikalı həlak olub. Ölkədə qiymətlər kəskin şəkildə artıb. Bundan əlavə Kelly belə bir fikir ifadə edib ki, Vaşinqtonun hazırki siyasəti həm Fars körfəzi ölkələrindəki müttəfiqlərlə, həm də Avropalı tərəfdaşlarla münasibətləri xüsusilə mürəkkəbləşdirib. ABŞ prezidenti Donald Trump Amerika qoşunlarının Küveyt və Bəhreyindən mümkün çıxarılması ilə bağlı xəbərlərin şərhindən imtina edib. Bu barədə Ağ Evin rəhbəri prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib. Mən bunu şərh etmək istəmirəm deyə Trump deyib. Qeyd edək ki, daha əvvəl The Wall Street Journal qəzeti mənbələrə istinadən Vaşinqtonun yaxın şərqdəki hərbi iştirakının yenidən baxmağa başladığını xəbər vermişdi. Nəşrin məlumatına görə Pentagon, İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından 8 Patriot zenit raket kompleksi batareyasını çıxarır. Onlarla birlikdə bu sistemlərə xidmət edən yüzlərlə hərbi qulluqçunun da ABŞ-yə qayıdacağı gözlənilir. Bundan başqa Associated Press agentliyi peyk görüntülərinə istinadən daha əvvəl ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilərin Bəhreyndəki hərbi dəniz bazasını tərk etdiyini xəbər vermişdi. ABŞ prezidenti Donald Trump konqresə qarşıdan gələn aralıq seçkilərinin nəticələrini özü üçün kritik dərəcədə vacib hesab etmir. Axios istinadən verilən xəbərə görə Amerika liderinin ən yaxın məsləhətçisinin sözlərinə görə Trump respublikaçıların qələbə qazanmasına üstünlük verirdi. Lakin onların nümayəndələr palatası və senat üzərində nəzarəti itirə biləcəyindən o qədər də narahat deyil. Portalın məlumatına görə Trump seçkiləri nəticələrindən asılı olmayaraq Respublikaçılar Partiyasının dəstəyini qoruyub saxlayacağına əmindir. Bundan əlavə Trump ehtiyac yaranarsa onların əhv olunması barədə fərmanlar imzalayaraq öz tərəfdarlarını demokratların mümkün hərəkətlərindən qorumaq niyyətindədir. Axios həmçinin iddia edir ki, Trump'ın 2028-ci il prezident seçkilərində mümkün iştirakı ilə bağlı bəyanatları daha çox xarici effektə hesablanıb.
Əslində o respublikaçılardan namizədin hazırki vitse-prezident J.D. Vance, onun tərəfdaşının isə dövlət katibi Marco Rubio olacağını gözləyir. Nəşrin məlumatına görə Respublikaçılar Partiyasından namizədliyi irəli sürülə biləcək mümkün iddiaçılar arasında Florida qubernatoru Ron DeSantis, senatorlar Ted Cruz və Josh Hawley də nəzərdən keçirilir. Bununla yanaşı respublikaçıların bir hissəsi Vance'in mümkün namizədliyinə qarşı çıxır. Qeyd edək ki, ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Bu seçkilərin gedişində Nümayəndələr Palatasının bütün tərkibi və Senatın tərkibinin 1/3 yenidən seçiləcək. Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. Pakistanın Hayber Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər yaralanıb. Dawn qəzetinə istinadən xəbər verilir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikatse partlayıcı qurğunu işə salıb. Qeyd olunub ki, partlayış həmin vaxt Sıvat vadisində terror fəaliyyətinin artırmasına qarşı izdihamlı mitingin keçirildiyi Kabal Çovuk meydanının yaxınlığında baş verib. Daha əvvəl 7 nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi. İspaniyanın Ceuta şəhərindəki miqrantlar üçün mərkəz həddindən artıq dolub. Mindən çox miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın Ceuta Muxtar şəhərindəki müvəqqəti saxlama mərkəzinin yaxınlığında içəri daxil olmaq imkanını gözləyir. EFE agentliyinə istinadən verilən məlumata görə mərkəz həddindən artıq dolub. Yüzlərlə miqrant isə yerlərin boşaldılmasını gözləyərək yaxınlıqdakı dağlıq ərazilərdə düşərgə salıb. Agentliyin məlumatına görə miqrantların əksəriyyəti Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrindən gəlmələrdir. Mərkəzin yerləşdiyi ərazi gücləndirilmiş mühafizə altındadır. Yaxınlıqdakı çimərlik isə tamamilə miqrantlar tərəfindən tutulub. Daha əvvəl bir qrup zorla mərkəzin ərazisinə daxil olmağa cəhd etsə də bu uğursuzluqla nəticələnib. Qeyd edək ki, iyulun 31-də Mərakeşdən 10 minlərlə qeyri-qanuni miqrant İspaniyanın Ceuta şəhərinə soxulub və buna görə də hakimiyyət orqanları şəhərə ordu yeridib. Bəziləri ölkəyə üzərək çatmağa cəhd edib və boğulub. Ceutaya girməyə cəhd edərkən azı 72 nəfər həlak olub. Ekspertlərin fikrincə İspaniyanın dəniz səddi miqrant axınını yalnız müvəqqəti azaldacaq. Mərakeşdən qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün İspaniya tərəfindən Ceuta Muxtar şəhərinin yaxınlığında quraşdırılan yeni dəniz maneələri sistemi qeyri-qanuni miqrasiya problemini həll edə bilməyəcək. Mütəxəssislər üzən baryerin yalnız əlavə təhlükəsizlik tədbiri olacağını və sərhəddin qeyri-qanuni keçilməsi hallarının sayını sadəcə müvəqqəti olaraq azalda biləcəyini hesab edirlər. Miqrasiya məsələləri üzrə ekspert Əbdülhəmid Camur qeyd edib ki, nəzarət tədbirlərinin sərtləşdirilməsi həmişə onlardan yan keçməyin yeni yollarının ortaya çıxmasına səbəb olur. O misal olaraq cinayətkar şəbəkələrin bahalı radiolokasiya müşahidə sistemlərindən yan keçməyin yollarını tapdığı Kanar adalarındakı vəziyyəti göstərib. Onun fikrincə qeyri-qanuni miqrasiyanın səbəblərinin aradan qaldırılmasını və miqrantların mənşə, tranzit və təyinat ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan kompleks yanaşma olmadan texniki tədbirlər məhdud təsirə malik olacaq. İspaniya hərbiçiləri Ceuta Muxtar şəhərindəki müvəqqəti yerləşdirmə mərkəzinin yaxınlığında olan yüzlərlə miqranta içməli su paylamağa başlayıblar. RIA Novostiyə istinadən verilən xəbərə görə hərbiçilər su ehtiyatlarını çatdırır, onun paylanması isə asayişə nəzarət edən və mərkəzin girişində eyni vaxtda böyük insan qruplarının toplaşmasına imkan verməyən polis əməkdaşlarının nəzarəti altında həyata keçirilir. Agentliyin məlumatına görə bir
çox miqrant artıq bir neçə gündür ki, açıq səma altındadır. Onlar yerdə yatmaq məcburiyyətində qalır, şiddətli yorğunluq hiss edir və normal yaşayış şəraitinin olmaması səbəbindən qalan su ehtiyatlarına qənaət edirlər. Xatırladaq ki, iyulun sonlarında Mərakeşdən olan minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın Ceuta Muxtar şəhərinə qanunsuz yolla daxil olub. Qeyri-qanuni miqrantların sayının kəskin artması İspaniya Ali Məhkəməsinin onların dərhal deportasiya edilməsini qadağan edən və onlara sığınacaq üçün müraciət etmə imkanının verilməsi barədə qərarından sonra baş verib. Məlumata görə Ceuta'dakı müvəqqəti yerləşdirmə mərkəzi həddindən artıq dolub və yüzlərlə miqrant içəri daxil olmaq imkanını gözləməkdə hələ də davam edirlər. Misirin şimalındakı İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Bakı vaxtı ilə 04:00-da yerin 5,47 kilometr dərinliyində qeydə alınıb. ABŞ-nin Vaşinqton ştatının Spokan dairəsində iri miqyaslı meşə yanğınları səbəbindən təxminən 60 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Alov artıq ən azı 600 tikilini məhv edib. Agentliyin məlumatına görə Spokan şəhərinin ətrafında tüğyan edən yanğınlar həftə sonu ərzində təxminən 21 kvadrat kilometr ərazidə yayılıb. Vaşinqton qubernatoru Bob Ferguson vəziyyəti ABŞ prezidenti Donald Trumpla müzakirə etdiyini və federal hakimiyyət orqanlarından təbii fəlakətlə mübarizədə əlavə yardım göstərmələrini xahiş etdiyini bildirib. Prezident vəziyyət barədə məlumatlandırılıb və ştat sakinlərinin vəziyyətinin narahatlığını ifadə edib. Biz federal yardımın göstərilməsi məsələləri üzrə birgə işimizi davam etdirəcəyik, deyə Ferguson qeyd edib. Xatırladaq ki, daha əvvəl Vaşinqtonda meşə yanğınları ilə mübarizəyə Milli Qvardiyanın bölmələri cəlb olunmuşdu. Ümumilikdə ştatda yanğınların əhatə etdiyi ərazi təxminən 1000 kvadrat kilometrə çatıb. Bununla belə yanğın ocaqlarının bir hissəsini, o cümlədən Spokan ərazisindəki yanğınları indiyədək lokallaşdırmaq hələ də mümkün olmayıb. ABŞ prezidenti Donald Trump'ın İranla danışıqların bugün günortadan sonra başlayacağı ilə bağlı məlumat verdiyi haqda xəbəri bayaq təqdim etdi. Bununla bağlı bəzi təfərrüatlar artıq açıqlanıb. Trump həmçinin İrana hücumların dayandırılmasının bir neçə ölkənin xahiş etdiyini bildirib. İran və digər yaxın şərq ölkələri bizdən hücum etməməyimizi istədilər. Çünki razılaşdırmanın konturları bəllidir. ABŞ daha əvvəl Oman nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində səbəbindən İrana qarşı zərbələri dayandırmışdı. Danışıqlar Hörmüz boğazında gəmiçiliyin bərpasına yönələcək. Bu arada bəlli olur ki, baş nazir Benjamin Netanyahu da daxil olmaqla İsrail hakimiyyəti ABŞ-İran birgə hücumlarının ləğvi barədə Trump'ın Truth Social sosial media platformasındakı paylaşımından xəbər tutub. Bir neçə saat ərzində bizi qaranlıqda qoydular. Prezident Trump bizi qaranlıqda qoydu. Yüksək vəzifəli şəxslər baş verənlər barədə Trump'ın sosial media vasitəsilə məlumatlandırıldı deyə İsrail tərəfi bildirib. İran noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində ABŞ-yə iqtisadi təzyiq göstərməyi hədəfləyir. The New York Times nəşrinə istinadən verilən məlumata görə iqtisadi vəziyyət Amerikalı seçiciləri narahat edən əsas mövzulardan biri olaraq qaldığı üçün yanacağın bahalaşması ABŞ administrasiyasına təzyiqi artırır. Nəşrin məlumatına görə ABŞ-də dizel yanacağının orta qiyməti bir qalon üçün $5 keçib ki, bu da yaxın
yaxın şərqdə müharibə başlamazdan əvvəl qeydə alınan səviyyədən 33% yüksəkdir. Bəzi ştatlarda, o cümlədən Kaliforniyada qiymət bir qallon üçün $5,5 çatıb. ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə neftin ucuzlaşması fonunda istehlak qiymətinin artım sürətinin yavaşlamasına baxmayaraq, iyun ayında inflyasiya 3,5% təşkil edib. New York Times qəzeti qeyd edib ki, yaxın şərqdəki münaqişə ilə yanaşı neft emalı zavodlarının yüksək səviyyədə yüklənməsi, yanacaq ehtiyatlarının aşağı olması və benzinə olan tələbatın mövsümü artımı da yanacağın qiymətinin artmasına təkan verir. Xatırladaq ki, daha əvvəl ABŞ-nin İrana zərbələrini dayandırmasından sonra dünyada neftin qiyməti ucuzlaşmışdı. Təbrizdə üzgüçülük hovuzunda 14 nəfər zəhərlənib. Fars agentliyinə istinadən verilən xəbərə görə bu barədə Şərqi Azərbaycan əyalətinin təcili yardım xidməti məlumat yayıb. Məlumata görə hovuzda üzən 14 nəfərdə tənəffüs problemləri və zəhərlənmə əlamətləri müşahidə edilib. Xəstəxanaya aparılan şəxslərə tibbi yardım göstərilib. İlkin məlumata görə üzgüçülərin zəhərlənməsinə səbəb hovuza tökülən xlor olub. Bununla belə hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor həbs edilib. Türkiyənin paytaxtı Ankara şəhərinin Etmeskut bələdiyyəsinin sədri tanınmış aktyor Ərdal Beşikçioğlu həbs edilib. Haber Qlobal istinadən verilən xəbərə görə məhkəmə Beşikçioğlu ilə yanaşı daha 39 nəfər barəsində də həbs qərarı verib. Bələdiyyə sədri iyulun 30-da keçirilən korrupsiya əməliyyatı çərçivəsində saxlanılıb. 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd həyata keçirilməsi üçün yaradılan qruplaşmaya kömək edən daha bir nəfər yaralanıb. Bu barədə Haber Qlobala istinadən xəbər verilib. Məlumata görə həmin qruplaşmanın üzvlərindən Burqay Karatepe ilə əlaqəsi olan şəxs saxlanılıb, onun Karatepeyə öz sim kartını verdiyi və gizlənməsinə kömək etdiyi müəyyən edilib. Həmin şəxs çıxarıldığı məhkəmədə həbs olunaraq cəza çəkmə müəssisəsinə göndərilib. Daha əvvəl Türkiyənin Daxili İşlər Nazirliyi Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 ildir qırmızı bülletenlə axtarışda olan Fətullahçı terror təşkilatının üzvünün yaxalandığını açıqlamışdı. Yalovada ötən il evinin pəncərəsindən yıxılaraq həyatını itirən sənətçi Gültutun ölümü ilə bağlı istintaq başa çatıb. Yalova Baş Prokurorluğunun hazırladığı ittiham aktında onun qızı Tüğyan Ülkem Gülter barəsində qəsdən əvvəlcədən planlaşdırılaraq üst soya qarşı adam öldürmə maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub. İttiham aktında şahid ifadələri, mesaj yazışmaları, səs ekspertizası, rəqəmsal sübutlar və ekspertlər rəylərinə yer verilib. Prokurorluq hesab edir ki, hadisə qəza deyil, əvvəlcədən planlaşdırılmış cinayət olub. Bununla belə ittihamlar məhkəmə tərəfindən araşdırılacaq və yekun qərarı məhkəmə verəcək. İstintaq materiallarına görə hadisə 26 sentyabr 2025-ci il tarixində gecə saatlarında Çınarçıqda baş verib. Gültut qızına məxsus otağın pəncərəsindən təxminən 18 metr hündürlükdən yıxılıb və aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən ölümün kəllə, onurğa və daxili orqan zədələnmələri nəticəsində yaranan daxili qanaxmadan baş verdiyi bildirilib. Toksikoloji müayinədə isə mərhumun qanında yüksək miqdarda spirt aşkar edildiyi, lakin zəhərlənmə əlamətlərinin olmadığı müəyyən edilib. İttiham aktında hadisə gecəsi ilə bağlı bəzi detallar da yer alıb. Prokurorluğun iddiasına görə Tüğyan Ülkem Gülter anasının sevdiyi Malkata mahnısını açaraq onu otağa çağırıb. Daha sonra aparılan səs ekspertizasında yıxılmadan əvvəl qadın səsinə bənzər bir səsin "Hadi görüşürük" ifadəsini dediyi bildirilib. Prokurorluq bu səsin Tüğyan Ülkem Gülterə aid olduğunu ehtimal edib və onun anasını pəncərədən aşağı
atdığını iddia edib. İş üzrə əsas şahidlərdən biri olan Sultan Nur Ulunun ilkin ifadəsində hadisəni qəza kimi qiymətləndirdiyi, lakin daha sonra ifadəsini dəyişərək Gültütün Tuğyan tərəfindən itələndiyini iddia etdiyi bildirilib. İttiham haqqında həmçinin Tuğyan Ülkem Gülter'in hadisədən əvvəl anası ilə bağlı göndərdiyi iddia olunan bəzi mesajlara və şahid ifadələrinə də yer verilib. Prokurorluq bu materialları cinayətin əvvəlcədən planlaşdırdığını göstərən sübutlar kimi təqdim edib. Bundan əlavə hadisədən sonra mesajların silinməsi, şahidə təsir göstərilməsi və xaricə çıxış imkanlarının müzakirə edilməsi ilə bağlı da iddialar irəli sürülüb. İttiham aktına əsasən prokurorluq bütün sübutları birlikdə qiymətləndirərək Tuğyan Ülkem Gülter'in anasını planlaşdıraraq öldürdüyü qənaətinə gəlib və onun barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib. Məhkəmə prosesində təqdim ediləcək sübutlar və tərəflərin çıxışlarından sonra iş üzrə yekun qərar qəbul ediləcək. Ermənistan Gürcüstana balıq məhsullarının ixracına başlamaq üçün Tbilisi ilə danışıqları başa çatdırıb. Bu barədə TASS məlumat yayıb. Nəşr Ermənistanın Gürcüstandakı səfirliyinə istinad edib. Səfirlik ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün Gürcüstan hökuməti ilə işləməyə davam edəcəyini bəyan edib. Xatırladaq ki, Roselxodnadzor Ermənistandan Rusiyaya idxal olunan bəzi məhsullara məhdudiyyət qoyub. Xüsusilə may ayının sonundan etibarən Rusiyaya gül və mineral suların, eləcə də 3 şirkətə məxsus olan məşhur konyaklar da daxil olmaqla bəzi spirtli içkilərin idxalı da dayandırılıb. 2 iyundan etibarən isə Ermənistandan albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzümün idxalı məhdudlaşdırılıb. Bundan başqa 3 iyundan etibarən Ermənistandan badımcan, kartof və quru meyvələrin idxalına da müvəqqəti olaraq məhdudiyyətlər tətbiq edilib. İyunun 26-sında isə məlum olub ki, son məhdudiyyətlər siyahısına Ermənistanın balıq məhsulları da daxil edilib. Ermənistanın 9-cu çağırış parlamentinin ilk iclası tarixdə ilk dəfə olaraq bütün ermənilərin katolikosunun dəvət olunmaması səbəbindən qalmaqalla başlayıb. İclas parlamentin YouTube kanalında canlı yayımlanıb. Ermənistan qanunvericiliyinə görə ölkə prezidenti və bütün ermənilərin katolikosu birinci iclasın açılışında salamlama nitqi söyləmək hüququna malikdir. Sonuncunun iştirak etməməsi müxalifət qüvvələri arasında narazılığa səbəb olub. Müxalifəti təmsil edən parlament üzvləri yerlərindən qalxaraq qışqırmağa başlayıblar. Onlar katolikos haradadır deyə sual edəndən sonra salonda söz davası düşüb. İclasa sədrlik edən parlamentin ən yaşlı üzvü olan Knyaz Həsənov səs-küy salanlara xəbərdarlıq edib. O deyib ki, deputatlar iclasın gedişinə belə müdaxilə edəcəkləri təqdirdə onlara xəbərdarlığı olunacaq. Həsənov həmin şəxslərin ikinci dəfə qayda pozacaqları təqdirdə onlara qarşı daha sərt tədbirlər görəcəyi ilə hədəliyib. Daha sonra müxalifət üzvləri nisbətən sakitləşib. Belarus Ukrayna ilə sərhəddə Qomel yaxınlığında yeni 37-ci desant hücum bölməsinin formalaşdırmasını başa çatdırır. Bu barədə Belarus Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin komandanı Aleksandr İlyukeviç Müdafiə Nazirliyinin HON-TV telekanalına efirində bildirib. Biz artıq hərbi hissələrin formalaşdırılmasına başlamışıq. Bir batalyon hazırdır. Bu il daha bir batalyon, döyüş təminatı bölmələri, artilleriya, zenit və kəşfiyyat hissələri formalaşdıracaq deyə o bildirib. Yeni briqadaya artıq zabitlər də cəlb olunub və şəxsi heyət çağırılıb. Qeyd edək ki, Belarusun cənubunda Qomel yaxınlığında yeni briqadanın formalaşdırılmasına başlanılması barədə 2025-ci ilin avqust ayında məlumat verilmişdi.
Bu ilin iyul ayında Ruslar ötən ilin analoji dövrü ilə müqayisədə xeyli az irəliləyiblər. Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Hesabata görə Ruslar bir ay ərzində təxminən 122 kvadrat kilometr ərazi ələ keçiriblər. Müqayisə üçün 2025-ci ilin iyul ayında bu rəqəm təxminən 456 kvadrat kilometr təşkil etmişdi. Bundan əlavə iyul ayı Rusiya ordusu üçün 2026-cı ilin ən çətin ayı olub. Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının məlumatına görə Rus ordusunun itkiləri 42.860 hərbiçi təşkil edib ki, bu da bütün tam miqyaslı müharibə üçün rekord aylıq rəqəmdir. Rusiyalı general Moskvadakı restoranda baş vermiş partlayış vasitəsilə zərərsizləşdirməyə üçüncü tərəf cəhd edib. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib. Əgər bu daxili hesablaşma olsaydı, onu tamamilə başqa cür həyata keçirərdilər. Adətən Rusiya xüsusi xidmət orqanları daxilindəki hesablaşmalar infarkt, insult və ya pəncərədən tullanma ilə nəticələnir və məsələ bununla da bitir. Buna görə də hesab edirəm ki, bu halda söhbət məhz üçüncü tərəfin həyata keçirdiyi zərərsizləşdirmədən gedir. Üçüncü tərəf həmin generalı zərərsizləşdirməyə çalışıb. Başqa məsələ isə bunun konkret kim tərəfindən edilməsidir. Tamamilə mümkündür ki, bu Ukrayna xüsusi xidmət orqanlarının həmin generalı aradan qaldırmaq cəhdi olub. Kovalenko qeyd edib ki, üçüncü tərəf variantında söhbət Rusiyanın daxilində fəaliyyət göstərən qruplaşmalardan da gedə bilər. Yəni bu, Ukrayna ilə heç bir əlaqəsi olmayan və hətta başqa ölkələrin terror təşkilatlarının nümayəndələri sayılan Rusiya ərazisində fəaliyyət göstərən terror təşkilatlarından birinin törətdiyi terror aktı da ola bilər. Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada yerləşən Balzirosti restoranında güclü partlayış baş verib. Orada Rusiya ordusunun yüksək rütbəli generalının Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun olduğu iddia edilir. Son məlumata görə ölənlərin sayı 5-ə çatıb. Ukrayna ölkənin hava hücumundan müdafiəsinin əsas vasitəsi olaraq qalan Patriot zenit raket kompleksləri üçün raket qıtlığı yaşayır. The Washington Post istinadən xəbər verilir ki, raket çatışmazlığı son aylarda güclənən Rusiya zərbələri fonunda müşahidə edilib. Ötən gün Ukrayna prezidenti Volodymyr Zelenski müttəfiqləri Patriot kompleksləri üçün raketlərin tədarükünü sürətləndirməyə çağırıb. O bildirib ki, Avropa ölkələri və ABŞ lazımi ehtiyatlara malikdir, lakin onları Kiyevə vermirlər. Xatırladaq ki, daha əvvəl The Atlantic jurnalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trump Zelenskinin Ukraynanın qış dövründə enerji infrastruktura obyektlərini qorumaq üçün istifadə etməyi nəzərdə tutduğu Patriot sistemləri üçün 300 tutucu raketin tədarükü barədə xahişini rədd edib. İyulun son 10 günü ərzində Rusiyalılar Pavlograda idarə olunan aviasiya bombalarından istifadə etməklə 3 dəfə zərbə indiriblər. Bu barədə Military nəşri məlumat yayıb. Məlumata görə bu reaktiv mühərriklə təchiz edilmiş idarə olunan aviasiya bombalarının istifadəsinin yenidən bərpa olunduğunun göstəricisidir. Pavlograd cəbhə xəttində təxminən 75 kilometr məsafədə yerləşir. Şəhərə indirilən və nəticədə 7 nəfərin həlak olduğu zərbələr iyulun 20-si, 23-ü və 30-unda həyata keçirilib. Clement Molin də hadisə ilə bağlı danışarkən qeyd edib ki, bu uzaq mənzilli zərbələrə o xüsusilə analitik diqqət çəkib. Rusiya təyyarəsi tərəfindən buraxılma nöqtəsindən zərbələrin endirildiyi yerlərə qədər məsafə təxminən 150 kilometr olub. Bu da aviasiya bombalarının olduqca böyük uçuş məsafəsinə malik olduğunu göstərir.
Avqustun 9-da potensial təhlükəli 173.561 asteroidi yerin yaxınlığından keçəcək. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə kosmik cismin uzunluğu təxminən 756 metrdir. Onun yerlə minimal məsafəsi 5 milyon kilometrdən çox olacaq. NASA bildirir ki, potensial təhlükəli kateqoriyasına yerə 7,5 milyon kilometrdən az məsafədə yaxınlaşan və diametri 150 metrdən çox olan asteroidlər daxildir. 173.561 asteroidi bu meyarların hər ikisinə uyğun gəlir. Hindistanın cənubunda yağan güclü yağışlar və baş verən daşqınlar nəticəsində azı 14 nəfər ölüb, minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb. Kerala ştatında leysan yağışları və daşqınlar nəticəsində azı 11 nəfər həyatını itirib. Ştat hökumətinin nümayəndəsinin bildirdiyinə görə təxminən 7700 nəfər təxliyə olunub, 275 müvəqqəti sığınacaq mərkəzinə yerləşdirilib. Kerala ştatının baş naziri Satesan bazar ertəsindən etibarən rayon rəhbərliyi ilə görüşərək sığınacaq mərkəzlərində vəziyyəti müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə daşqından zərər çəkmiş ərazilərdə artıq təmizləmə işlərinə başlanılıb. Ştatın Fövqəladə Hallar İdarə Etmə Təşkilatı bazar ertəsi bəzi bölgələrdə güclü külək və mülayim yağıntının davam edəcəyi barədə xəbərdarlıq edib. Əlverişsiz hava şəraiti səbəbindən Kerala ştatında bir çox məktəbdə dərslər dayandırılıb. Həmçinin müəllimlərin işə qəbulu üzrə ştat səviyyəli imtahan da təxirə salınıb. Qonşu Karnataka ştatında isə intensiv yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində bir ailənin 3 üzvü, ər, həyat yoldaşı və övladı həlak olub. Bu barədə yerli The Hindu qəzeti məlumat yayıb. Meksika ordusunun xüsusi təyinatlıları və Federal Təhlükəsizlik Qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində Los Reyes narko kartelinin rəhbəri cinayət aləmində Ponço ləqəbi ilə tanınan Alfonso Fernandez Magalyan saxlanılıb. Bu barədə ölkənin hüquq mühafizə orqanları məlumat yayıb. Məlumata görə Ponço beynəlxalq səviyyədə axtarışda olan ən təhlükəli narko baronlardan biri hesab olunur. ABŞ hakimiyyəti onun yerini göstərən və ya həbs olunmasına kömək edəcək məlumat üçün 5 milyon dollar məbləğində böyük mükafat təyin etmişdi. Xüsusi hazırlıqla həyata keçirilən əməliyyat zamanı kartel başçısı müqavimət göstərə bilmədən ələ keçirilib. Qeyd edək ki, Alfonso Fernandez Magalyonun rəhbərlik etdiyi Los Reyes qruplaşması ABŞ-yə külli miqdarda narkotik vasitələrin qanunsuz daşınmasında, habelə regionda silsilə ağır cinayətlərin törədilməsində ittiham olunur. Çin və Hindistan Himalay dağlarında nəzarət buraxılış məntəqələri açaraq bölgədə ticarəti yenidən bərpa edib. Bu barədə South China Morning Post məlumat yayıb. Dəniz səviyyəsindən 4310 metr yüksəklikdə Hindistanın Sikkim ştatını Çinin Tibet bölgəsi ilə birləşdirən ucqar sərhəd ticarət məntəqəsi olan Nathu-La aşırımı 2020-ci ildən bəri İlk dəfə olaraq yenidən ticarət üçün açılıb. Çin və Hindistan arasında marşrutun bərpası tacirlərin əsas gəlir mənbəyinin yaranması deməkdir. Qlobal səviyyədə bu iki nüvə silahına malik qonşu dövlət arasında münasibətlərin geniş şəkildə yenidən qurulması deməkdir. Ermənistanın Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Sona Qazaryan müxalifəti seçki qabağı dövrdə qorxu təbliğat aparmaqda ittiham edib. O bu barədə parlamentdə çıxışı zamanı deyib. Qazaryan bildirib ki, hər iki müxalifət fraksiyası bütün seçki qabağı kampaniyasını qorxu təbliğatı üzərində qurub. Siz 300 min Azərbaycanlının geri qayıdacağından danışırdınız. Cənab Karapetyan, hanı o Azərbaycanlılar? Deyirdiniz ki, Paşinyan yenidən baş nazir seçilsə, soyqırımı memorial kompleksi məscidə çevriləcək. Hanı o məscid? Qazaryan qeyd edib. O, müxalifətin seçki qabağı dövrdə apardığı kampaniyanın
iflasa uğradığını vurğulayıb. Davam edirik. Naxçıvan Baş Gömrük İdarəsinin Şahtaxtı gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya hazır qida məhsulları yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub. İdarədən verilən məlumata görə yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. Gizlədilmiş heroinin xalis çəkisi 112 kiloqram 757 qram olub. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 4 avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərin hər birinə ciddi ziyan dəyib. Bilgə qəsəbəsində dənizdə batan 3 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dalğıc xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar 2001-ci il təvəllüdlü Fətəliyev Məhəbbət Şövkətoğlu, 2000-ci il təvəllüdlü Mustafayev Sahil Bəhruzoğlu, 2001-ci il təvəllüdlü Cəlalov Elburuz Zümrüdoğlu xilas edilib. Xocavənd rayonunda minaya düşən şəxsin son vəziyyət haqqında təbib açıqlama verib. Bildirilib ki, 1985-ci il təvəllüdlü kişi saat 09:40 radələrində Füzuli rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı 1/3 hissəsinin qəlpə yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub. Qeyd edim ki, humanitar mina təmizləmə əməliyyatına cəlb olunan özəl şirkətlərdən birinin əməkdaşı Əhədov Əhəd Sərvanoğlu 1985-ci il təvəllüdlüdür və o xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Təhsil Tələbə Krediti Fondu 2026-2027-ci tədris ilinin payız semestri üzrə müraciətləri bugündən etibarən portal üzərindən açıq elan edib. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin 2026-2027-ci tədris ili üzrə keçirdiyi qəbul müsabiqəsinin nəticələrinə əsasən ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş tələbələr, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin ikinci və daha yuxarı kursunda təhsil alan tələbələr qeyd olunan tarixdən etibarən portala daxil olaraq sosial və standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Eyni zamanda magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr də qeydiyyat prosesini həyata keçirərkən onlar da portal vasitəsilə tələbə krediti üçün müraciət edə biləcəklər. Qaydalara əsasən birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün minimal qəbul göstəriciləri də artıq müəyyən edilib. Subbakalavr 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal, bakalavr səviyyəsi 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal, magistratura səviyyəsi 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal, ali təhsil müəssisələrinə qəbul olunanlar üçün minimum sat nəticələr əsasında isə 1200 bal müəyyən edilib. Texniki peşə və yüksək texniki peşə təhsil səviyyələri üzrə atestatda müvafiq fənlərdən yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır. Qeyd edək ki, minimal qəbul göstəriciləri yalnız standart təhsil tələbə kreditlərinə münasibətdə tətbiq olunur. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı nəzərdə tutulmur.
Şəki şəhərində 58 yaşlı kişini elektrik cəryanı vuraraq öldürüb. Şəki rayonunun Çeşməli kənd sakini Vüqar Mustafayev şəhərin Salman Mümtaz küçəsində iş görərkən onu elektrik cəryanı vurub. Hadisə transformator yaxınlığında baş verib. Vüqar Mustafayev elə hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Kəlbəcər rayonu Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürən və xilas ediciləri cəlb olunub. Yanğın söndürən xilas edicilər tərəfindən xüsusi xilas etmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub. Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. Hadisə 8-ci mikrorayonda baş verib. Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələdoğlu yaşadığı 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq səbəbindən yerə yıxılıb. Qapalı kəllə beyin travması alan yaralı dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o bugün 08:30 radələrində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Bugün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, çimərliklərdə mülayim şimal-qərb küləyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində 26-27, cənub çimərliklərində isə 27-28 dərəcə isti olacaq. Bugünə olan hava proqnozda açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bugün və sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu təşkil edəcək. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti. Dağlarda gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə xeyli gec hiss olundu. Hətta iyun ayı demək olar ki, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü hətta oktyabr ayına qədər də uzana bilər. Bəs yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq? Qlobal İnfazda danışan Səma və Ekososial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri ekoloq İradə Həsənova deyib ki, adətən iyun ayından etibarən müşahidə olunan güclü istilər bu dəfə gecikib. Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək heç də düzgün sayılmaz.
Azərbaycan Atletika Federasiyasının atmalar üzrə məşqçi və təlimçisi Tofiq Məmmədov vəfat edib. Bu barədə AFFın mətbuat xidmətindən məlumat verilib. Mütəxəssis 36 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Federasiya mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verib, ona Allahdan rəhmət diləyib. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədi ilə bugün Yasamal rayon enerji təchizatı və satış idarəsi ərazisində transformator məntəqəsində təmir işi aparılacaq. Azərişıq Açıq Səhmdar Cəmiyyətinə verilən xəbərə görə bununla əlaqədar olaraq səhər saat 10-dan 13:00-dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar. Tovuzda azyaşlının vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzza rayon ərazisində qeydə alınıb. 2018-ci il təvəllüdlü şəxsi maşın vurub. 8 yaşlı oğlan xəstəxanaya çatdırılıb və dərhal əməliyyata alınıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin məlumata görə uşaq Bakıdan Tovuza qonaq gedibmiş. Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan karta əməliyyatlara limit tətbiq edilib. Azərbaycan Mərkəzi Bankı və kommersiya banklar arasında əldə olunmuş razılıq əsasən ölkədə kartla əməliyyata limitlər tətbiq olunub. Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. Eləcə də ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur. Amma ictimaiyyəti maraqlandıran əsas limitlər kartdan karta köçürülmələrlə bağlıdır. Beləliklə, kart sahibi olan müştərilərin diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilib. Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni, kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20.000 manat limiti müəyyən edilib. Bank müştərisinin öz kartlar arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil edilmir. Yəni, bu əməliyyatlara limit qoyulmuyor. Xatırladaq ki, kartla əməliyyat üzrə hazırlanmış şərtlər bir neçə gün əvvəl Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintech Assosiasiyasının üzvlərinə təqdim edilib. Digər tərəfdən yeni qaydalara əsasən ödəniş kartlarının və elektron cihazların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə 1 elektron cüzdan istifadə oluna bilər. Kartdan karta köçürmələrdə limitlərin tətbiqinin bir neçə səbəbi var. Hökumətin və Mərkəzi Bankın mövqeyi bundan ibarətdir ki, bu limitlər ilk növbədə şəffaflığın artırılması və fırıldaq hallarının azaldılması məqsədi daşıyır. Digər tərəfdən yeni qaydalar vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını da almağa xidmət edəcək. 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində, yəni kolleclərə qəbul olmaq üçün ixtisas seçimi bugündən başlayır və avqustun 9-una dək axşam saat 23:59-a dək internet vasitəsilə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisası seçib, onların kodlarını abituriyentin elektron ixtisas seçimi ərazisinə daxil edib təsdiq
etməlidirlər və xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində ümumi bal 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar. Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qəbul imtahanı keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat verib. Bildirilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və 3-cü ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə bilərlər. İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahan Bakı şəhərində və Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Kürdəmir və Şirvan şəhərlərində təşkil olunacaq. Xatırladaq ki, qabiliyyət imtahanı kompüterlər vasitəsilə keçiriləcək. Abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar. İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək. İmtahan başlamasına 15 dəqiqə qalmış, saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar isə imtahan binasına buraxılmayacaqlar. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyatı qurumları tərəfindən ötən həftə ərzində 861 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza xilas etmə əməliyyatları həyata keçirilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə görülmüş təcili və təxirə salınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə FHN qüvvələri tərəfindən ötən həftə ərzində 11 az yaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyidi aidiyyatı üzrə təhvil verilib. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün səhər saat 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.